Bunları kişilərə açdırıb onların g***ni şişirtməyin. Ağa evə dedi zarincimişəm. Özdə sənin üzündən incimişəm. Mən də... Uşaqlar, mən gəlmirəm, qalıram burada. 3 dənə həyat yoldaşım var. Bir debil yığını siqnal verirlər. Özlərin gəstə, Ümrəyə gedirsən, Ümrəyə cəmaat üçün gelsən, tupoy, mal. Salam dostlar, xoş gördük. Əziz dostlar, bunu həmişə deyirəm. Videonu axıra qədər izləyin, sonra fikirlərinizi yazın zəhmət olmasa. Dəyərli dostlar, bir şey diqqətinizə çatdırın. Biz Çindən istənilən sex üçün, zavod üçün, avadanlıq, dəzgah, nə istəsəz oradan ucuz qiymətə gətirə bilərik. Odur ki, müraciət eləyin. Əgər iş qurmaq istəyirsinizsə, nə bilim, sex açmaq istəyirsinizsə, bizə müraciət eləyin dostlar. Aşağıdakı WhatsApp nömrəmlə əlaqə saxlaya bilərsiniz. İstəgəl yemək pişirərkən bunu açmaq üçün bir kişiyə ehtiyacımız yoxdur. Özümüz aça bilirik. That's it. It's so easy. Bunları kişilərə açdırıb onların g***ni şişirtməyin. Bu tanıyırsınız da yəqin ki bunu feministlərin başında duranlardan biridir. İşləri gücləri kişiləri alçaltmaq, kişilər belədir, kişilər elədir. Halbuki dünyadakı bir çox, yəni məşhur feministlər artıq yanıldıqlarını etiraf edirlər, başa düşürlər ki, dünya nə qadınlarsız, nə də kişilərsiz, belə deyək, dönməz, mümkün deyil. Hər iki cinsin, belə deyək, bir-birinə ehtiyacı var. Amma bunlar düşüklər də, bunlar işləri, gücləri ancaq axmaq-axmaq videolar çəkib, axmaq-axmaq danışmaqdır. Bilirsiniz də, Bəxtiyarla bunun videosu çıxmışdı, yazışması neysə belə bir şey olmuşdu. Əgər kişilərə ehtiyacın yoxdursa, belə ehtiyacın yoxdursa həqiqətən, niyə sən oyla görüşürdün, niyə oyla başqa-başqa şeylər edirdin, adama deyərlər. Valla, bunları danışdıran grantdır, puldur. Təbii ki, grant kəsilsə, bunların da toxumu kəsiləcək. Ona görə də bunlar haqqında bilməm, hər videoda bəhs edirəm. Ən nifrət elədiyim kütlədir. Rasim Balayev demişkən, mən bunlara kütlə deyirəm. İnsan toplusu da demək olmur. Nəysə, uzun sözün qısası dostlar, qalan şərhi sizə buraxıram. Təhqir eləmədən döşüyün geçsin. Bu nə rəqsdir, bu nə oynaşmaqdır, bu nə şeydir, müğənnidir, Kəmalə mahnısı oxuyur. Mən ümumiyyətlə bu adlara yazılan mahnılar çatmır da, sifarişlə də yazılırlar adətən, sonra nə bilim, sırf Kəmalələr qulaq assın, Kəmalə qohumu olanlar bir-birinə göndərsin, trend olsun, bu çox güman ki, bunun üçün edirlər, Kəmalə. Başa düşdük də, mahnını qoyduq bir kənara. Bu nə oynamaqdır? Mən haradasa bir 2-3 videomda qeyd eləmişəm ki, dostlar, bir kişi rəqs eləyərkən bir damcı arxasını burcutdursa, apar tulla. Apar tulla rədd eləyə, ondan xeyir gəlməz. Bu həmin müğənnidir dostlar, bayaqları burcuda oynayan. Kəmalə mahnısını oxudu, gördü, tutmadı. Keçdi bütün nə qədər Azərbaycanda xanım adları var, hamısını bir mahnıda istifadə edib. Arkada da oynayırlar, bu mahnıdan zövq alırlar. Sözlərini mi eşitmirlər, mənə çatmır açığı. Bütün xanım adlarını istifadə elədi bir mahnıda. Çox mənasız bir mahnı. Çox bəsit yazılmış. Bunun sözlərini kim yazıb ümumiyyətlə? Bu müğənni kimdir ümumiyyətlə? Heç bilmirəm adını. Bunun videolarını mənə bir izləyicim göndərib. İzləyicilər sağ olsunlar. Harada belə videolar, paylaşımlar görürlər, mənə göndərirlər. Mən də təbii ki, aralarından seçirəm. Ən qıcıq verənləri sizə təqdim edirəm.
Ya bu xanım çox botoks, estetik eləyib, mimikaları yoxdur ümumiyyətlə. Elə bil ki, robot kukla qoyublar ora, oxumağa çalışır. Ya da oxuduğu mahnının sözlərini bilmirim. Ümumiyyətlə mahnını mən sevmirəm. İndi sevənlər özləri bilər. Mənə görə mahnı deyil. Yəni toylarda filan rəqs edirlər. Halbuki dövlət maya buraxsaydı, çox yaxşı mahnılar yazdırsaydı yaxşı bəstəkarlara daha yaxşı olardı. Amma indi bizim belə deyək də qazilərdir, veteranlardır, bu mahnıya rəqs edirlər. Ona görə bu mahnıya çox şey demirəm, hörmət edirəm. Onların xətrinə. Çünki onlara çox şey borcluyuq həqiqətən. Amma bunu oxuyan oxuyub da, sən oxuyursansa, birincisi sözlərini əzbərlə. Əgər sözlərini əzbərləməmisənsə, üzündəki estetik səni mimika göstərməyə imkan vermirsə, bu yəni çox güman ki, bu yaşlı da deyil də. 30 olar ya olmaz. 30-40 arası yaşı var da. Bu qədər estetik niyə eləyirsən? Özdə bəlkə də qəşəng qız olub ha, həqiqətən. Bəlkə də olub. Amma özünü çirkin hala salıb və mən bu paylaşımın altında gördüyüm şərhləri sizə oxusam, deyirsiniz ki, sən kanalı bağla çıx ki. Amma oxumuram. Çünki çox iyrənc şeylər yazılmışdı və mən də oxuyub gülürdüm. Nə yalan deyim. Çünki sən gələyəndə Manaf Ağayevə dedi, zar incimişəm. Özdə sənin üzündən incimişəm. Mən də düşündüm ki, bildiyin, mənə görə Manaf Ağayev inciyir. Efirlərə çıxmasa, mən çətin baxıla bu rəngarəng. Dedim, sənətkar, gəl rəngarəng verilişinə. Sən də Qarabağlısan, mən də Qarabağlıyam. Hər zaman mənə qardaşlıq eləmsən. Deməli, bu Zaur Manaf güya bundan inciyib. Bu da efirinə çağırır, Manaf gəlmir. Bu da deyib ki, Manaf gəlsin, quzu kəsəcəm, qurban kəsəcəm ayağının altında. Qoyunu da, yəni heyvanı da orada israf edirlər, tələf edirlər boşu-boşuna. Manafa sənətkar deyir. Manaf ümumiyyətlə nə vaxtdan sənətkar olub. Toy müğənnisi deyir, okey, özünə görə oğlan deyir, okey. Amma sənətkar, kimə gəldi sənətkar deyirlər. Çünki bu özü aparıcı deyil axı. Sənətkar olmayan müğənniyə də sənətkar deyir. Aparıcı deyil, aparıcılıq qabiliyyəti yoxdur, məlum məsələ. Bunu əksər insanlar bilirlər. Yenə deyirəm dostlar, özlərinə görə hörmətli olan ola bilərlər. Mən buna heç nə demirəm. Mən onların aparıcılıqlarına münasibətimi bildirirəm. Manaf Ağayevin ayağının altında qurban kəs. Desən ki, vallahi publikaya işləmirəm, vallahi billahi. Desən ki, bir veteran, qazi gələcək, onun ayağının altında qurban kəsir. İnan ki, bu Zaur bunu eləməyəcək. Amma Manafın ayağının altında qurban kəsir. Oldu ki, mən həqiqətən səndən incimişdim. Yəni bir qardaş kimi incimişdim. Müəyyən səbəblərə görə. Dedim ki, dostluğumuz yerində qalsın. Manaf da çox təvazükar insandır. Heç etiraz eləməyib ki, qardaş, siz niyə mənim ayağımın altında qurban kəsirsiniz? Şov adamları da. Bizə lazımdır nə? Onun pişiklə cadu eləməsi, görüntülü sübut eləmək. Bəli. Danış deyəcəksən ki, nədir onun adı? Bəs mən pişiklə cadu elətdirmək istəyirəm falan filan, pişikdən iyrənirəm. Belə də variantdan pişiklə iyrənirəm, əl vura bilmirəm. Siz pişiklə cadu eləyirsiniz yoxsa yox? Sizdə pişik var yoxsa mən özümü gətirməliyəm, tutarsınızsa. Üzvü göstərməsən. Üzvü göstərmədin ki, yox, üzümü yox. Üzvü niyə göstərirsən? Bizə lazım ki, o pişiyi cadu eləyib eləmədin boynunu alsın. Tamam, pişik sizdə olur yoxsa mən gətirməliyəm? Yox, onu biz gətirik, sənin özləşməm. Amma səndən bir dənə xahişim var ki, Hangi? onu eləməmişdən bax, belə çimləniyorsan, kilsə suyudur. Aha. İçində dualar. Bundan qusul alırsan sonra, bilin nəsə. Tamam, olsun. Niyə deyirsiniz ki, 4 gün gözləməliyəm? Pişik qanını vuruq, onu gətirdik, bağırıq, o yox, pişik nəyədən mən gətirik onu, o yar. Onu hardan gətizdirəcəksiniz? Mən Rasiyyədə dünənlər gəldim. Sən bunu Gəncədə kilsədə hazırlatdırıq hamısını. Gəncə kilsə, bilin nəsə. Gəncədə kilsədə hazırlanır. Bax, bu pişik qanı da ki, vurulur, yağa yuxa eləcən, əqqabsının içinə minəyəm, bax, bizi vurulur. Anladın mı? Gəncə niyə gedirsiniz ki? Bəs orada qalıram, mən oradan gəl, indi Bakıdayam bir dəqiqə. Yoxsa deyirəm ki, ya mən sizə onu gətirsəm, bir dənə pişik, onu həll eləmək olar ki, bir də Gəncəyə getməyəsiniz.
Gör bunların cındırlığına bax ha. Gör şərəfsiz necə batil inanclı insanlardır. Pişik qanı ilə, pişik ayağı ilə cadu eləyirlər. Belə insanlar var və bu insanlar məsuliyyətə cəlb olunmalıdır. Ən azından bu qabaqcadan deyir ki, pişik qanı, pişik ayağı lazımdır. Deməli hansı pişiyi öldürəcəklər, düzdür? Deməli hansısa pişiyə zərər vurulacaq heyvana. Və bu adam ifşa olunub, yəni aşkar edilib həbs olunmalıdır. Məsuliyyətə cəlb olunmalıdır. İndi dövlət qurumları cadudur filan belə şeylərə inanmırlar, qəbul eləmirlər. Amma ən azından adam deyir ki, bu magiyanı yerinə yetirmək üçün bir pişik tapılmalıdır, ayağı, qanı lazımdır. Deməli pişik öldürüləcək, düzdür? Və bu paylaşımı eləyənlər də ümid eləyirəm ki, polisə müraciət ediblər. Çünki bu adamlar çöldə qalmamalıdır. Bu cür şərəfsizlər, murdarlar. Kalbimde sevgi olan. Umre'ye gidiyorum. Kutlamak için kornaya basar mısınız? Yani signal verer misiniz? Yol indi bu düşük kadın böyle bir şey eləyib. Bizdə də var belə insanlar. Türkiyədə dəhşət dərəcədə dostlar, belə cahil, tupoy, mal özünü göstərən bir adam, yəni dindardan söhbət gedir də. 2 dəqiqədən bir onun bunun gözünə mən dindaram, mən möminəm, mən oruç tuturam, mən namaz qılıram. Soxduza bilin ki o fərli başlı adam deyil. Bilin ki zibilliyə atlası adamdır o. Ümumiyyətlə gerçək mömin 2 dəqiqədən bir kimsə gözünə soxmur mən müsəlmanam, mən haca gedirəm, mən filan. Bu İslam dinində də belə şey yoxdur. Bu qadın Türkiyədə doludur belələri. Məsələn bir şey olan kimi bu tip adamlar, beyinsizlər çıxırlar deyirlər ki, mən özüm millətçiyəm, türkçüyəm, bunu qabaqcadan deyim. Türkiyədə belə debil insanlar var, çıxırlar deyirlər ki, Fələstin belə gəldi, Azərbaycan İsraillə ticarət eləyir, Azərbaycan nə bilim cəhənnəmə getsin, mən Azərbaycanın başına bu gəlsin, qarğış elə filan. Amma bədbəxtlərin xəbəri yoxdur ki, mən özüm logistika ilə məşğulam və görürəm ki, Türkiyədən Ermənistana müharibədən əvvəl də, elə indi də nə qədər ticarət əlaqəsi var. Halbuki ermənilər də Azərbaycana qarşı soyqırım törətmişdi. Azərbaycan xalqının düşmənləridirlər. Hal-hazırda da düşmənçiliklərini davam edirlər. Bəzi kəsimi çıxmaq şərti ilə təbii ki. Paşki zadı demirəm də mən. İndi onlar çalışır ki, neysə sülh eləsinlər. Və Türkiyədə təbii ki, yəni elə AKP hökumətinin vaxtından indiyə qədər, ondan qabaq da olub, ticarət əlaqələri var. Heç biz demirik ki, siz niyə onlarla ticarət? Amma buradakı debillər, qoyun yığını, cındır yığını çıxırlar, Azərbaycan İsraillə ticarət edir. Bu tiplərdir, bu tiplərdir. Bu beyinsizlərdir. Atatürk'e nifrət eləyən, halbuki Atatürk olmasaydı bunlar indi İngiliz dilində danışır, Yunan dilində danışırlar, şərəfsizlər. Çıxırlar, özlərini reklam edirlər, maşının arkasına vurub ki, Ümrəyə gedirəm, kutlar mısınız, signal verin. Maşınlar da bir debil yığını signal verirlər, özlərini göstər, Ümrəyə gedirsən, Ümrəyə cəmaat üçün gedirsən, tupoy, mal, cəmaat üçün gedirsən. Vallahi Azərbaycanlar da çoxdur belələri. Salam, bu da mənim həyat yoldaşlarım. Salam, köpək, uşaqladın. Uşaqlar, mən gəlmirəm, qalıram burada. 3 dənə həyat yoldaşım var. Yes? Hə, deyilsin, hə. Bu bayaqki din tacirliyi eləyən qadın vardı ya. Bu ilə onun arasında fərq yoxdur. Yəni ikisi də eyni ağıldadır. İkisi də eyni şeydir. Amma bu daha məsləhətlidir. Ən azından nə zərər verirsə özünə zərər verəcək. Başa düşdün? 3 dənə də zənci var orada. Yəni uzun sözün qısası ya belə oldun, ya elə oldun. Elə dindar olmaqdansa, mömin olmaqdansa olmamağı daha məsləhətlidir. Yəni eyni ağıldadırlar, eyni şeydirlər. Özlərini reklam edirlər, gözə soxurlar. Bu ən azından deyir ki, mən beləyəm də. Yəni açıq etiraf edir ki, mən beləyəm. Həyat mənim üçün belədir. Amma o birisi isə gözdən pərdə asmaq üçün din pərdəsindən istifadə edir. Başa düşdünüz? Bayaq göstərdiyim. Bu da ki, nə bilim, Allah kömək olsun. Yəni 3 dənə zənci əri var. Zəncilər də startdadır yanıb. Dostlar, bilirsiniz, mən bu tipli şeyləri sizə göstərməkdə məqsədim odur ki, biləsiniz ki, cəmiyyətdə bu tip adamlar var, baxıb özünüzə şükür eləyəsiniz və bir nəticə çıxararsınız. Məsələn, mən tutaq ki də, görürəm hansısa bir mənfi xüsusiyyətli bir insanı görürəm və baxıram ona, olub belə, baxıram ona və görürəm ki, bunun elədiyi yaxşı bir şey deyil və mən onu təkrarlamıram.
Həqiqətən də. Ona görə də bir insanlar digər iyrənclik edən insanları görməyi yaxşı bir şeydir. Yaxşı bir şeydir. Görün və nəticə çıxarın ki, bu hərəkəti eləsəz, baxın bu iyrənc bir şeydir. Çünki insan bir şey eləyəndə ona iyrənc görsənmir. Amma kənardan baxanda iyrənc görsənir. Ona görə də dostlar, bunları sizə təqdim eləməyim yaxşı bir şeydir. Sizin xeyrinizədir. Ki siz bilirəm ki, yaxşı insanlarsınız. Məni izləyən belə tamaşaçılarım bilirəm ki, hamısı intellektual, savadlı, hərəsinin öz işi gücü olan, avaragör olmayan, auyejiz varam, sonra bu tip səviyyəsizlərə nifrət eləyən, onlar kimi olmaq istəməyən, onlar kimi olmayan insanlardır mənim tamaşaçılarım. Ona görə də mən sizə göstərirəm ki, siz bunu paylaşasınız, digər insanlar da görsünlər, gəlsinlər, izləsinlər dostlar. Neyse dostlar, bugünlük bu qədər. Özünüzə yaxşı baxın, görüşərik, hələlik.